Əziz abituriyentlər və şagirdlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuzda biz Dövlət İmtahanı Mərkəzindən təqdim edilən qəbul imtahanı modeli əsasında hazırlanmış 20 testin müzakirəsini edəcəyik. Birinci mövzumuz yer səthinin təsvirinə aiddir. Gəlin baxaq. Deməli, birinci sualımız olacaq nə? Xəritənin vizual təhlili ilə kartometrik təhlilin oxşar cəhəti nədir? Bu mövzu 11-ci sinifin kitabından verilib. Vizual təhlil xəritəyə baxırıq və gördüyümüz məlumatlar əsasında qısa xülasə yazırıq. Kartometrik təhlil isə xəritəyə əsasən ölçü işlərinin aparılmasıdır. Bu iki üsulun oxşar cəhəti kartoqrafik təsvirdə məlumatların əldə edilməsi olacaq. İkinci sualımız olacaq, deməli, uyğunluğu müəyyən edin. Nədir burada? Uyğunluğu müəyyən edin deyəndə bizə verir topoqrafik, icmal topoqrafik və icmal xəritələri. Topoqrafik xəritələr müvafiq olaraq böyük miqyaslı xəritələrdir. Miqyas 1/10 mindən 200 mindən qədərdir. Deməli, burada uyğun olan variant olacaq A və Y variantı. İcmal topoqrafik xəritələr orta miqyaslı xəritələrdir. Miqyas 1/200 mindən 1 milyona qədərdir. O zaman orada olacaq bizim üçün D variantı. Və icmal xəritələr kiçik miqyaslı xəritələrdir. Bura 1 milyon daxil olmaqla və ondan kiçik miqyaslar nəzərdə tutulur. Burada da bizim üçün olacaq B və D, daha doğrusu B və C variantları. Deməli, bizim uyğun variantımız olacaq burada A. Keçək növbəti sualımıza. Üçüncü sualımız. Belə, Bakıdan 270 dərəcə azimutla 3416 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatlarını tapın. Gəlin yadımıza salaq. Bakı yerləşir 40 dərəcə şimal enliyi və 50 dərəcə şərq uzunluğunda. Bu məntəqədən 270 azimutla, yəni qərbə doğru gedib. 3416 kilometri biz böləcəyik müvafiq olaraq 85,4-ə, belə ki, 40 dərəcəlik paraleldir, 1 dərəcəlik paralel qövsün uzunluğu 85,4 kilometrdir. Bu da cavab eləyəcək bizdə 40 dərəcə. 50-dən də 40 dərəcə qərbə doğru gedirəm, yəni üzü Greenwich-ə doğru, sıfıra doğru gedirəm deyənə 50-dən 40-ı çıxıram. Cavab alınır 10 dərəcə və Greenwich meridianını keçməmişik deyənə yarım kürəni dəyişmədik. Qaldı 10 dərəcə şərq uzunluğu. Deməli, cavabımız olacaq 40 şimal enliyi və 10 dərəcəlik şərq uzunluğu. Bu da belə. İndi növbəti sualımız olacaq bizim üçün. 1/5 milyon miqyaslı xəritədə 20 şərq və 10 dərəcə qərb uzunluqları arasındakı 60 dərəcəlik paralel üzrə məsafə 20 sm olarsa, təhrifi hesablayın və 60 dərəcəlik paralel üzrə bizə məsafəni verib 55,8 kilometr, yəni 1 dərəcəlik qövsün uzunluğunu. İlk öncə bu tip məsələlərdə biz belə bir alqoritmdən istifadə edirik, yəni ardıcıllıqdan. İlk olaraq biz məsafəni tapırıq miqyasa əsasən, daha sonra biz məsafəni hesablayırıq dərəcə toruna əsasən və cavabları bir-birindən çıxırıq. Burada 1/5 milyon miqyasdır. Biz buradan 5 sıfır atırıq, eləyir 50. Miqyasa əsasən 50-ni vururuq xəritə üstündəki məsafəyə, yəni 20 santimetrə. Cavab alınır 1000 kilometr. İkinci, məsafəni həll edirik dərəcə toruna əsasən. 20 şərq və 10 dərəcə qərb uzunluğu müxtəlif yarımkürələrdə olduğu üçün biz onları toplayırıq. Cavab alınır 30 dərəcə və 60 dərəcəlik paralel üzərində məsafə 55,8 kilometrə bərabərdir. 30-u vuraq 55,8-ə, deməli 24 1674 və aldığımız iki cavabı bir-birindən çıxırıq. 1674-dən çıxıram 1000 kilometri. Təhrifimiz alınır 674 kilometr. Deməli, cavab olacaq burada Y variantı. Növbəti sualımız 50 və 20 dərəcəlik paralel çevreləri arasındakı uzunluq fərqini hesablayın və müvafiq olaraq sizə həm 50, həm də 20 dərəcəlik paralel üzrə 1 dərəcəlik qövsün uzunluğunu verib. Biz bilirik ki, qütb enlikləri istisna olmaqla digər bütün paralellər bizim üçün çevrə əmələ gətirirlər. Və biz bunu hesablamaq üçün sadəcə olaraq bizə verilən 1 dərəcəlik qövs uzunluqları arasındakı fərqi tapırıq. Yəni 104,6-dan çıxırıq 71,7-ni və tapdığımız fərqi vururuq sadəcə 360 dərəcəyə, yəni tam belə bir qövsə. Və aldığımız cavab olacaq C variantı, yəni 1844 kilometr. Bu da oldu belə. Gedirik davamına.
Çox üzlü proyeksiyaya aid doğru ifadələri müəyyənləşdirin. Biz bilirik ki, küləvi səthdən müstəvi səthə keçmək üçün müxtəlif metodlardan istifadə olunur ki, biz bunu adlandırırıq proyeksiya və çox üzlü proyeksiyanın özəl xüsusiyyətləri. Burada olacaq bir, yer kürəsinin səthi çoxlu sayda trapesiyalara bölünmüş, çox üzlü kimi qəbul edilir. Əsasən qütb ətrafı və mülayik olacaq konus proyeksiya. Daha sonra deməli, əsasən ekvator boyu ərazilərdə istifadə olunur silindrik proyeksiya. Köməkçi həndəsət kimi silindr yenə silindrik proyeksiyadır və əsasən topoqrafik xəritlərin tərtibində istifadə olunur. Bu olacaq çox üzlü. Deməli, variantımız olacaq bizim 1, 5, yəni Y variantı. Bax, burada Y variantıdır. Getdik davamına. Davamı olaraq bizə məsələ verilib horizontallara müvafiq olaraq. Gəlin baxaq. Deməli, B və C nöqtələrin hündürlük fərqi 100 metr olarsa doğru ifadələri müəyyənləşdirin. Gəlin birinci bunu istifadə eləməklə biz kəsmə yüksəkliyi tapaq. B, C arasında 2 kəsmə yüksəklikdir. Deməli, 100-ü 2-yə böləndə kəsmə yüksəkliyimiz eləyəcək 50 metr. Bu hazırladıq, qalsın yadımızda. İndi gəlin doğru ifadələri müəyyənləşdirək. Mənfi relyef formasıdır olmayacaq, çünki horizontallar xaricə doğru çəkilib. Yəni bu müsbət relyef formasıdır, qabarıqdır deyənə bizim buradan gördüyümüz deməli birinci variant səhvdir. Deməli biz variantlardan sadəcə olaraq atırıq birinci, yəni variantı. Yəni bir düz deyil. Ataq birinci variantı. Dağın nisbi hündürlüyü 220 metrdir. Gəlin görək bir dağın hündürlüyü 200 metr ola bilərmi? Bunun üçün biz 970-i böləcəyik 50-yə, yəni kəsmə yüksəkliyə. Deməli 1, 9, qalığımız qalır 20. 970-dən də 20 çıxanda buranın ölçüsü hündürlüyü olacaq 950. İndi gəlin baxaq. Dağın nisbi hündürlüyü 220 metrdir. Bura 950 isə 1, 2, 3, 4 kəsmə yüksəklikdir. Kəsmə yüksəklikdə 50 metr tapmışdıq. 4-ü 50-yə vururuq, eləyir 200 metr. 950-dən də 200 metr aşağı yensək, burada eləyəcək 750 metr. Deməli, 950-dən 750-ni çıxanda həqiqətən biz, 970-dən 750-ni çıxanda biz həqiqətən 220 metr məsafə alırıq deyənə, bu düzdür. Biri zaten bayaq atdıq. Kəsmə yüksəkliyi 100 metr deyil, biz onu 50 metr tapmışıq. Deməli, 4-cü variantı da atırıq variantlardan və B və D nöqtələrin mütləq hündürlüklərinin 800 metr olduğunu verir. Bu düzdür. Həqiqətən də bura 750-dirsə, 50 metr yuxarı qalxırıq. Bura olacaq 800 metr. Və bir də burada A nöqtəsi dəniz səviyyəsinə yerləşir verib bizə. Bu da ola bilməz, çünki biz buranı 750 metr tapdıq. Deməli, 3-ü də atırıq variantlardan. Cavabımız olacaq B variantı. Getdik davamına. Eyni meridian üzərində yerləşən A məntəqəsi 44 dərəcə şimal enliyi, B məntəqəsi 24 dərəcə şimal enliyində yerləşir. A məntəqəsinin B məntəqəsinin hansı azimutda yerləşdiyini və bu məntəqələr arasındakı həqiqi məsafəni müəyyənləşdirin. Fikir verin. Deməli, 24 şimal enliyi və 44 şimal enliyi. Burada A, burada B məntəqəsi. İkisi də eyni meridianın üzərindədirlər. Gördüyümüz kimi A, B-dən 0 azimutla, yəni şimal istiqamətində yerləşir və aralarındakı məsafəni tapmaq üçün eyni yarım kürədə olduqları üçün 44-dən 24-ü çıxıram, cavab eləyir 20 və 20-ni də vururam ya 111.1-ə ya da 111-ə. İndiki vəziyyətdə bunu 111 olaraq götürüblər. Deməli, cavabımız olacaq C variantı. Getdik növbəti məsələmizə 9. Sxemə əsasən aralarındakı deməli ən qısa və ən uzun məsafə olan məntəqələri müvafiq olaraq müəyyən edin. Fikir verin. Həm 10 dərəcəli, həm də 20 dərəcəli paralel üzrə sizə 1 dərəcəlik qövsün uzunluğunu hazır şəkildə artıq veriblər. A-dan C-yə qədər, bax buradakı bu məsafə bizdə olacaq eyni yarımkürə olduqlarından, deməli 180, 160, 20 dərəcə fərq eləyəcək burada. 20 dərəcəni vuracağıq onun üzərində hansı göstəriciyə? 109,6-ya. Bu belə. C-dən B-yə qədər 10 dərəcədir. Müvafiq olaraq onu vururam 109,6-ya. Daha sonra B-dən D-yə 10 dərəcədir. Meridian üzərində uzunluq 111,1-dir. Y-dən F-ə qədər olan məsafə müxtəlif yarımkürə olduğu üçün toplayırıq, eləyir 320 dərəcə. Və 320 dərəcəni biz gətirib vururuq
Müvafiq olaraq nəyə? 20 dərəcənin üzərindədirsə 104,6-ya. Və gördüyümüz kimi ən böyük məsafə Y-dən F-ə qədər olan məsafədir. Həqiqətən də bizə müvafiq olaraq deyir ən qısa və ən uzun. Ən uzun olacaq YF. Ən qısa məsafəmiz nə ola bilər? Burada 10-u 115,6-ya vurublar. Deməli olacaq C-dən B-yə. Olacaq C variantı. Belə. Getdik davamına. Euler Venn diaqramına uyğun olaraq bəndləri müəyyən edin. Asan məsələdir, elə də testi çətin deyil. Plan xəritə. Hər hansı bir məntəqədən coğrafi koordinatları müəyyən etmək mümkündür. Bu təbii ki, olacaq xəritə, çünki planda dərəcə toru yoxdur. Yəni, paralel və meridianlar çəkilmir. Müxtəlif təyinatlı infrastruktur obyektləri göstəriləcək planda. İki məntəqə arasındakı məsafəni ölçmək mümkündür. Hər iki xəritəyə aiddir. Həm xəritəyə, həm plana daha doğrusu. Daha dəqiq təsvir hesab olunur plan, çünki böyük miqyaslıdır. Müxtəlif coğrafi hadisə və prosesləri təsvir etmək mümkündür olacaq xəritədə və tərtib olunmasında miqyas və şərti işarələrdən istifadə edilir olacaq ümumi cəhət. Deməli, ümumi cəhətimiz 3,6-dır. Deməli, variant oldu burada D. Getdik davamına. 11. Xəritə sxemi əsasən doğru bəndi müəyyən edin. Ən son kəşf edilmiş qitədir. Bu Antarktidadır. 4-ə A uyğun gələcək burada. Və Alexander Humboldtun tədqiq etdiyi ərazi də bu da Cənubi Amerikadır. Deməli 5-ə də uyğun gəlir D. 4-ə A, 5-ə D variant olacaq burada A variantı. Getdik davamına. Yenə 11-ci sinif kitabından bizə sual verilib burada. Deməli, dairəvi diaqram sütunlu və xətti. Son 10 ildə müxtəlif dənli bitkilərin məhsul dinamikasını göstərir bizə. Dinamika olacaq bizdə, deməli, 3-ə olacaq A variantı. Sütunlu diaqram ölkə ərazisində il ərzində müxtəlif şəhərlərində yerləşən zavodların sayı və dairəvi diaqram olacaq pay formasında verilir bizə faizlə. Bu da oldu B. 1-ə B, 2-yə C və 3-ə A. Oldu A variantı. Getdik davamına. Deməli, müvafiq olaraq qütb ulduzunun Bakıya nisbətən böyük və kiçik bucaq altında göründüyü şəhərləri müəyyənləşdirin. Biz bilirik ki, hansı enlikdə yerləşiriksə, qütb ulduzunu həmin bucaq altında görürük. Misal üçün, Bakı 40 dərəcə şimal enliyindədir. Deməli, Bakıda qütb ulduzunun görünmə bucağı 40 dərəcədir. Bakıdan şimala doğru getsək, qütb ulduzunun görünmə bucağı da artacaq. Bu şəhərlərə müvafiq olaraq haranı götürə bilərik? Oslo və Kazan şəhərlərini. Deməli, ən böyük bucaq olacaq bizdə 2 və 3. Ən kiçik bucaq isə Bakıdan cənuba doğru olmalıdır. Bu olacaq Manila və Qahirə. Yəni, müvafiq olaraq 5 və 6 variant olacaq B. New York və Santiago-nu niyə görə götürmədik? Santiago şəhəri ekvatordan cənubda yerləşir. Müvafiq olaraq orada qütb ulduzu görünməyəcək. New York isə Bakı ilə eyni enlikdə, yəni 40 dərəcə şimal enlikdə olduğu üçün qütb ulduzunun görünmə bucağı da eynidir. Deməli, 4-dən biri ona görə götürmədik. Variant oldu burada B. 14-cü sual. Miqyası 1/5 milyon olan xəritədə 40 dərəcəlik paralel üzərində 30 və 55 şərq uzunluqları arasında məsafə 40 sm olarsa təhrifi hesablayın. Bayaqki öncəki məsələlərdən birinə oxşuyur. Yenə buradan 5 sıfıra atdıq. 50. 50-ni vururam 40 sm-ə. Birinci olaraq miqyası uyğun hesablayıram. Eləyir 2000 kilometr. Daha sonra 30 və 55 şərq uzunluqları eyni yarımkürədə yerləşdiyi üçün biz onlar arasındakı fərqi tapırıq. Fərqi eləyir bizdə müvafiq olaraq nə qədər? Deməli, 25 dərəcə və aldığımız bu 25 dərəcəni də 40 paralel üzərində olduğu üçün vururuq 85,4-ə. Və aldığımız iki cavabı bir-birindən çıxanda cavabımız eləyəcək fərqimiz 135 kilometr. Gedirik davamına. Deməli, 15-ci test. Bu lap asan məsələdir. Belə ki, dərəcə toru verilib bizə. Sadəcə koordinatları tapmalıyıq. İlk olaraq 45 şimal enliyi və 120 şərq uzunluğu. Deməli, 1-ə 45 şimal və 120 şərq uzunluğu. Bu gəlib bizdə düşəcək. Haradasa burada indi biraz görüntü yaxşı deyil. Original testə baxanda görəcəksiniz ki, bu A-nın üzərindədir. 15 cənub enliyi və 15 qərb uzunluğu. Bu da olacaq D. Deməli, variant olacaq Y.
Mütləq hündürlük nədir? Asan sualdır. Biz bilirik ki, mütləq və nisbi hündürlüyü var. Okean səviyyəsindən hesablanan hündürlük olacaq mütləq hündürlük. Daha sonra doğru ifadələri, doğru xüsusiyyətləri müəyyən edin. Baxaq. Keyfiyyət fonu üsulu. Fiziki xəritələrdə ovallıqlar, yüksəklər və yaylar bu üsula təsvir edilir. Düzdür. Kəmiyyət göstəricisi yoxdur burada. Bu üsul ilə əhalinin yerləşməsi sayını bilmək olar. Nöqtələr üsulu düzdür. Tematik xəritələrdə müxtəlif şərti işarələr xəritələr göstərilir. Düz deyil. Və sonuncu iki variant. Xəritədə yağıntıların və günəş radiyası paylanması bu üsulla verilir. Areal rənglənərək təsvir olunur. Deməli, burada uyğun variant olacaq bizdə 1, 3 və 6. Yəni, variantımız olacaq C variantı. Getdik davamına. Yenə horizontallara uyğun bir məsələmiz var. Baxaq. Sxemdə kəsmə yüksəkliyi 50 metr olduğunu nəzərə alaraq A və B horizontalların mütləq hündürlüyünü müəyyən edin. Deməli, biz bunu necə həll eləyəcəyik? Burada verilən bu hündürlük 238-i mən bölürəm kəsmə yüksəkliyi 50 metrə. Tapıram burada cavab 4 dəfə. 200 qaldı 38. Deməli, 238-dən 38-i çıxanda bax, bu horizontalımızın hündürlüyü olacaq 200 metr. Və mən 200 metrdən müvafiq olaraq düşürəm aşağı 50 metr eləyəcək bura 150, bura eləyəcək 100 metr. Deməli, A 100 metrdir və burada 200-dən də bir horizontal yuxarı, bu da eləyəcək nə qədər məsafəmiz eləyəcək? 250 metr. Deməli, cavabımız olacaq müvafiq olaraq 250 və 100 metr. Olacaq A variantı. Və burada bir şey var, bu məsələdə müvafiq olaraq verilib. A-nı görürük ki, 100-dür, B 250-dir. Sadəcə burada biraz bu müvafiqlik pozulub, yəqin tələsiblər. Orada belə bir kiçik səhvə yol veriblər. Amma cavab maksimal dərəcədə uyğun gəlir A variantı. Xəritədə eyni meridian üzərində yerləşən A məntəqəsi 76 şimal, B məntəqəsi isə 16 cənub enlikdədir. Bu məntəqə arasındakı məsafə 44,4 cm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın. Biz birinci olaraq nə edirik? Deməli, 76 şimal və 16 cənub enliyi. Bunlar müxtəlif yarımkürədə olduğu üçün biz onları toplayırıq. Topladığımızda eləyir 92 dərəcə. 92 dərəcəni biz vururuq 111 kilometrə. Yəni 1 dərəcəlik qövsün uzunluğu meridianda 111-dir. Və aldığımız cavabı da xəritə üstündəki məsafəyə 44,4-ə bölsək, cavabımız eləyəcək 230 və miqyas olaraq kilometrin olduğu üçün yanına da 5 sıfır artırırıq. Variant olur burada A variantı. Getdik davamına. Xətti miqyasa əsasən xəttədə ölçüləri 72 kvadrat santimetr olan bataqlığın həqiqi sahəsini hesablayın. Gəlin hesablayaq. Deməli, bunu bu düsturla eləyəcəyik. S həqiqi bərabərdir. S xəritə vur miqyasın kvadratına. S həqiqi sahəni tapmaq lazımdır. Bu bizdə verilib S xəritə üzərindədir. Miqyasımız 3,5-dir. Miqyasın kvadratını tapmaq lazımdır. Deməli, həqiqi məsafə bərabərdir. 72 vurulmuş 3,5-in kvadratına. 72-ni də 3,5-in kvadratına vurduğumuzda cavabımız gəlib eləyəcək bizdə D variantı 882 kilometr kvadrat. 21-ci test. Azərbaycan Respublikasının 1/500 minlik miqyaslı xəritəsi, sənaye xəritəsi məzmununa, miqyasına və ərazi həyat etməsinə görə müəyyən edin. 500 mindirsə bu olacaq orta miqyaslı xəritə. Məzmununa görə olacaq tematik, çünki sənaye xəritəsidir. Sənaye burada göstərilir. Deməli, tematik, orta miqyaslı və ərazi həyat etməsinə görə ölkələrin və onların hissələrinin xəritəsi olacaq. Variantımız olacaq burada Y. Getdik davamına. 40 dərəcəli şimal enliyi 20 şərq uzunluq məntəqəsindən hərəkətə başlayan səyahətçi 270 dərəcə azimutla 4270 km getdi. Səyahətin çatdığı məntəqənin koordinatlarını və yerləşdiyi yarımkürəni müəyyənləşdirin. Gəlin baxaq. 40 dərəcəli şimal enliyi boyu gedibsə və 20 dərəcəli şərq uzunluğu. Gəlin baxaq. 4270 kilometri 4270-i biz bölürük 85,4-ə, belə ki,
40 dərəcəlik paralel üzərində 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. Bu edir 50 dərəcə. Və biz 20-dən qərbə doğru getdiyimiz üçün, yəni üzü Qrinviçə, 20-dən çıxıram 50-ni, cavab edir -30. Təbii ki, -30 adlı bir koordinat ola bilməz. Bu onu göstərir ki, biz digər yarımkürəyə keçdik. Enlik dəyişmədi. Deməli, cavab olacaq 40 şimal enliyi və 30 qərb uzunluğu. Həqiqətən də şimal və qərb yarımkürəsində yerləşən ərazilər olacaq. Getdik davamına. Həqiqi sahəsi 4320 kvadrat kilometr olan parkın sahəsi 1/6 milyon olan xəritədə neçə kvadrat santimetr olar? Deməli, 600 min olan xəritədə 5 sıfır atırıq buradan. Yenə düsturumuz bizim köməyimizə gəlir. S həqiqi bərabərdir. S xəritə üzərində vurulmuş miqyasın kvadratına. Deməli, buradan həqiqi sahə verilib, miqyas verilib. S x-i tapmalıyıq. Yəni, S xəritəni tapmalıyıq. Bunun üçün 4320-ni böləcək 6-nın kvadratına, yəni ki, 36-ya. Və cavabımız müvafiq olaraq alınacaq 120 santimetr kvadratı. Getdik davamına. Sxemdə verilmiş proyeksiya tərtib olunmuş xəritələrdə hansı adaların ən az təhrifə məruz qaldığını müəyyən edin. Gördüyümüz kimi testdə bizə verib silindrik proyeksiyanı. Silindrik proyeksiyada da sıfır təhrifli xətt ekvator olduğu üçün ekvatora ən yaxın ərazilər Sumatra və Kalimantan adalarıdır. Deməli, cavab olacaq Sumatra və Kalimantan adaları. Burada təhrif olacaq ən aşağı və buradan yuxarılara doğru, yəni qütbə doğru getdikcə təhrifin də miqdarı, kəmiyyəti artacaq. Eyni ölçüdə kağızlarda tərtib olunmuş xəritələrin generalizasiyasını artma sırasına görə ardıcıllığını müəyyənləşdirin. Biz bilirik ki, generalizasiya ümumiləşdirmə deməkdir və xəritənin miqyası kiçildikcə generalizasiya artır. Deməli, ən kiçik ərazi eyni belə deyək, kağızdan, vərəqdən gedirsə söhbət, daha müfəssəl təsvir olunacaq. Burada ən kiçik ərazi Sumqayıtdır. Sumqayıtda başlayırıq, keçirik Azərbaycan, daha sonra Qara Dəniz, sonra Avropa qitəsi və sonuncu olacaq dünya. Hesab edin, bir A4-ün üzərində həm dünyanı göstərmişsiniz, həm Avropanı, həm Qara Dənizi, həm Sumqayıtı, həm də Azərbaycanı. Deməli, ən çox ümumiləşdirmə olacaq dünyanın siyasi xəritəsində. Çünki dünyanın bütün ərazilərini müfəssəl formada göstərmək mümkün olmayacaq. Ardıcıllığımız olacaq 4, 5, 3, 2 və 1. Getdik davamına. Verilən məlumata əsasən düzgün variantı seçin. Müəyyən sahəyə malik ərazilər təsvir edilir, konturlu şərti işarələr adlanır və göllər, meşələr bu üsulla təsvir edilir. Bu sadalanan əlamətlərə uyğun olacaq konturlu şərti işarələr nədir? Bu üzüm bağıdır. Uşaqların bəzən yadından çıxır. Bax, bu dollar işarəsi verilibsə üzüm bağıdır. Bu meyvə bağıdır 5 və kolluqlardır. Deməli, cavab olacaq 2, 5 və 6. Getdik davamına. Davamı olacaq bizdə 27-ci sual. Uyğunluğu müəyyənləşdirin. Aha. Bərabər bucaqlı, bərabər sahəli və ixtiyari proyeksiyalar. Gəlin baxaq. 10-cu sinifin mövzusundan verilib bu sual. Sahə və bucaqlar az təhriflə verilir. Fikir verin suala, yəni cavaba. Bir var təhrif olmasın, bir də vardır az təhrif edilir. Deməli, bu olacaq ixtiyari xəritə. İstiqamət və bucaqlar təhrif edilmir olacaq. B. Birinciyə uyğun. Materik və okeanların sahələrini hesablamaq üçün istifadə olunur. Bu olacaq bərabər sahəli, çünki bizdə sahə təhrif olmamalıdır. Uzunluq və forma tam təhrif olunur. Fikir verin, sahə, bucaqlar az təhriflə verilir. Uzunluq və forma tam təhrif olunur. Deməli, bu da ixtiyari proyeksiyadır. Biz bilirik ki, ixtiyari proyeksiyada 2 təhrif azaldılır, 2 təhrif isə maksimal dərəcədə olur. Dəniz nəqliyyatında və aviasiyada bu da naviqasiya xəritələridir. Naviqasiya xəritələrində bizə düzgün istiqamət və bucaqlar lazımdır. Yəni, bu da olacaq bərabər bucaqlı. Misal üçün, Mercator'ın naviqasiya xəritəsi. Deməli, 1-ə B-Y, 2-yə C, 3-ə də olacaq A, D variantları. Gəldik situasiya. Situasiyamız çox sadədir. Belə ki, kartoqrafik proyeksiyalar vasitəsilə xəritələr tərtib olunur. Bu zaman yerin kürə səthi müstəvi üzərinə köçürüldüyündən xəritələrdə təhriflər əmələ gəlir. Lakin xəritələrdə təhriflərin olmadığı xətt və ya nöqtə olur ki, onlar sıfır təhrifli xətt və ya nöqtə adlanır. A proyeksiyasında bu xətt ən uzun paralel, B proyeksiyasında isə 60 dərəcə və ona yaxın paralellərdir. 28. Mətnə əsasən B proyeksiyasının A və B proyeksiyalarını müəyyən edib yazın. Fikir verin, A proyeksiyasında sıfır təhrifli xətt ən uzun paraleldir. Deməli,
Bu ekvatordur. A olacaq bizdə silindrik proyeksiya. Çünki ekvatorial ərazilər silindrik proyeksiyada tərtib olunur. B proyeksiyasında sıfır təhlilli xətt 60 dərəcəlik paralel üzrə keçir. Bu da orta enliklərdir. Deməli, B proyeksiyamız olacaq konus proyeksiya. Bu oldu bizim 28-ci sualın cavabı. Gedək 29-cu suala. A və B proyeksiyalarında meridian və paralellərin necə təsvir olunduğunu müvafiq olaraq müəyyən edib yazın. Mən də bunu yazmıram, şifahi olaraq deyirəm sizə. A proyeksiyası silindrik proyeksiya olduğu üçün o açılışı zamanı paralel və meridianlar düz bucaq altında kəsilir. Bunu elə də qeyd eləmək lazımdır ki, A proyeksiyasında paralellər və meridianlar düz bucaq altında kəsilir. B proyeksiyası konus olduğu üçün paralellər qövslər, meridianlar isə bir nöqtədən çıxan düz xətlər, yəni şüalar olaraq təqdim olunacaq. Bu oldu 29-cu sual və getdik 30-cu sonuncu sualımıza. A proyeksiyasında tərtib olunan xəritələrin ən az təhriflə təsvir edilən materik hansıdır? Bu silindrik proyeksiya olduğundan burada olacaq Afrika. A proyeksiyasında, yəni silindrik proyeksiyada tərtib olunan xəritələrdə daha çox təhriflə təsvir edilən ərazilər bu olacaq qütb ətrafı ərazilər. Çünki ekvatordan maksimal dərəcədə uzaqlaşırıq və təhrif artır. B proyeksiyası isə konus proyeksiyadır. Tərtib olunan xəritələrdə ən az təhriflə təsvir edilən materiklər. Bu da olacaq müvafiq olaraq Şimali Amerika və Avrasiya. Bu da oldu bizim bugünkü testimiz. Ümid edirəm suallar sizə aydındır. Əgər hər hansı bir sualın izahatında yenə sizə qaranlıq qalan bir məqam olsa, kommentariyalara qeyd edin. Mən təkrar olaraq sizə geri dönüş edəcəm. Bugünkü dərsimiz bu qədər. Növbəti test təhlilində görüşərik. Hələlik.